Herkese salam qızlar, vloguma xoş gəlmisiniz. Gördüyünüz kimi bugün daha da xəstəliyim ağırlaşıb. Amma daha əvvəldən vermiş olduğum bir tədbir sözü olduğu üçün təəssüf ki, getməməzlik edə bilmərəm. Saat 10:00-da Radisson Oteldə Naun markasının tədbirinə dəvət olunmuşam. İndi makyaj edib ora hazırlaşıram. Heç riskə atmadan ən sevdiyim məhsullarla tez bazar bir makyaj elədim. Danışdıqca öskürək tutur deyə o anda danışmadım və belə üstündən səs yazaram deyə düşündüm. Bugün Allahın sevimli quluyam ki, işlərim düz gedir. Normalda bir yerə hazırlaşarkən adamın başına gəlməyən qalmır. Amma linerimi belə çox asan və tez bir şəkildə çəkdim. Saçlarımı düzləşdirəcəm. Əgər xəstə olmasaydım, Dyson'la gözəl buruqlar edərdim. Saçlarımı da düzləşdirdim, belə görünür. İndi əynimə dünənki o klasik şalvarı geyindim. Belə top geyindim. Bilirsiniz ki, belə yaylıqlar dəbdədir. Düşünürəm ki, bunu belimə bağlasam necə olar? Baxın. Belə bir şey. Patir də burada. Deyil. Ayağıma da kablok giyinmişəm və demək olar ki, hazıram. Bu aksesuarı taxdım, sırıq olaraq bunu taxdım, səsim düzə getib. Mən hazıram, məncə belə yaxşıdır. Və hazırlaşıb evdən çıxdım. Bugün taksi ilə gedib gəlməyi nəzərdə tutmuşam. İndi belə danışdığıma baxmayın. Həmin gün həm səsim batmışdı, həm özümü heç yaxşı hiss etmirdim. Üstünüzə sağlıq. Bunu nəyə görə deyirəm, birazdan başa düşəcəksiniz. Mən bu oteldə ilk dəfə olurdum. Bura Radisson Oteldir. Hətta Sabu ilə bulvara gələndə bu oteli görüb bu haqqında biraz danışmışdıq. İçərisini çox gözəl dekor ediblər. Bu standlarda Naun markasının yeni çıxan məhsulları sərgilənirdi. Və deyə bilərsiniz ki, kimlər gəlmişdi? Mənim tanıdıqlarımdan Ayka oradaydı, Şəfəq oradaydı, Sənus Style oradaydı və bir çox blogerlər, mağaza işçiləri hamısı oradaydı və içəri zal isə belə görünürdü. Tədbir burada keçiriləcəkdi. Bu qızı tanıyırsınız. Tədbir isə saat 10-da deyilsə də 11-də başladı və hər kəsə oturmaz belə zərflər verildi və bunun nə olduğunu hələ heç kimə demədilər və Aykaya başladı açmağa ki, görək içində nə var, gəlin birlikdə açaq. Deməli, hər kəsə 4 rəqəmli belə kodlar verilmişdi zərflərin içərisində. Və tədbir başladı. Tədbirdə çıxış edənlər Naun markasının qurucuları, Azərbaycanda olan distributorları və bir çox bu markanı istifadə edib nəticə alan xanımlardan ibarət çıxışlar oldu. 2020 yılında kurulduk firma olarak. 4 çocukluk arkadaşım bu firmayı kurduk. Hepimiz sektörden geliyoruz aslında. Çeşitli tecrübelerle, çeşitli farklı firmalarla çalışarak bir araya geldik. İlk etapta yaklaşık 3 yıl ürünleri geliştirme sürecimiz oldu. Buradaki amacımız markayı hızlı bir şekilde büyütmek değil, doğru büyütmek ve nasıl büyütebiliriz sorusuna cevap aramaktı. Akdeniz çiftler üzerinde çalışmaya başladık 2020 yılında. Markanın aslında kuruluş amacı biraz daha dermokozmetik ürünler üretmekti. Bu dermokozmetik ürünler neler? Yarım saat çıxışdan sonra isə bir ara verildi. Onda isə belə çox gözəl səhər yeməkləri hazır olunmuşdu və gəldik buradan Ayka ilə birlikdə özümüzə səhər yeməyi götürməyə. Bu sandviçlər çox gözəl görünürdü. Belə pendirli sandviçlər var idi, krosan var idi, kekslər var idi və ağ puding də var idi. İndi isə biz də Ayka ilə baxırıq ki, görək buradan nə yeyə bilərik. Ayka özünkiləri götürdü. İndi sıra məndədir. Mən isə yəqin ki, öskürürəm deyə bir tərəfdən də baxıram ki, məni qıcıqlandırmayacaq şeylər yeyim, yoxsa çox gözəl idi hər biri. Bunu sən versən probleməlisən. Sevindim, orada limonu görmək oldu. Və başladıq Ayka ilə söhbət eləməyə. Düşünürəm ki, yaxşı ki, Ayka da gəlib ki, biraz sıxıcı olmadı. Həm biz ilk dəfə bir-birimizi Ayka ilə burada görürdük, həm sıxılmadıq, birlikdə söhbət elədik və tədbir bizim üçün daha da maraqlı keçdi. İndi sizə göstərəcəm ki, bizim süfrəmiz necə görünür.
Mən özümə sandviç, keks və ağ pudingi də Ayka dedi ki, mütləq sınamalısan, ona görə belə bir ağ pudingi də götürdüm. O isə özünə kruasan, sandviç və puding götürmüşdü. Yeməkdən sonra tədbir başlamamış, tez dedim ki, makyajımı bir dənə düzəldim. Yəni pomadam silinmişdi, gəldim ki, onu düzəldim. Bu arada qızlar, ola bilər ki, çox yaxşı görünə bilərəm kənardan, amma həqiqətən orada çox pis idim. Yəni o dərəcədə ki, insan belə xəstə olanda oturub yerə ağlamaq istəyər, yəni canı ağrıyar. Elə idim, amma çalışırdım ki, heç kimə, heç kəsə bunu bildirməyim və gün bitsin, evimə gedim. Mən çöldə olarkən hər kəsə artıq hədiyyələri verilmişdi. Burada baxıram ki, hər kəsin hədiyyələri paylanılıb və tədbirə davam edirdilər. Saç kremi tasarlamak istedik ama bunu... Səni 2 dəqiqə boş bıraxdım, maminin öpüşüb görüşürsən. Mənə qızlar, gəlin burada Aykaya dediyim söhbətin nə olduğunu sizə başa salım. Deməli, mən hələ tədbirə gəlməmişəm və Ayka çatıb. Orada da yaxınlaşıb soruşub ki, bəs sənubər hardadır? Və orada başqa bir sənubərə yönləndiriblər Aykanı və Ayka da gedib onunla oturub, deyib, gülüb, görüşüb. Ondan sonra isə başa düşüb ki, o qız mən deyiləm. Mən gələndən sonra isə deyir ki, sənubər, mən də bayaqdan bir qızla oturub deyirəm və deyirəm ki, axı bu sənubərə oxşamır. Monitorda əks olunacaq. Bu hədiyyələri təqdim etmək üçün nümayəndələrimizin hər biri səhnəyə dəvət etmək istəyirəm. Burada isə xanım dedi ki, 7 qalib olacaq, onlara xüsusi hədiyyələr veriləcək və rəqəmlər isə ekranda göstəriləcək. Məsələn, birinci yerin qalibi 83-11 idi və bir bəy idi. Öz hədiyyəsini götürdü və hədiyyənin nə olduğunu da heç kimə demirdilər son ana qədər. Hədiyyələri də verdikdən sonra nahara dəvət olunduq. Biz isə nahara getməmişdən əvvəl şəkil çəkdirmək istəyənlərlə şəkil çəkdirdik. Vlog içində vlog. Ayqa vlog çəkir. Mən də dedim ki, day ondakı məndə görməyəsiniz. Biraz da səsim də bərbaddır. Düşmüşəm Aykanın arxasınca. Bu arada mən əlavədən bir dənə daha hədiyyə udmuşam. Bunu isə sizə evdə göstərəcəm nə olduğunu. İndi isə nahara gəlmişik. Mən bu otelin həm naharını, həm səhər yeməyini çox bəyəndim həqiqətən. Bura sırf şirniyyat və meyvə yeri idi, salatlar. Bu hissədən mən özüm üçün də götürdüm. Birazdan nə götürdüyümü onsuz da sizə göstərəcəm, amma ümumi olaraq belə görünürdü. Özümə də bir stəkan çay götürdüm. Yaxşı ki, tez-tez çay içirdim. Çay içdiyim üçün səsim də yumşalırdı bu arada qızlar. Ayka xanım, tabağınızda nə var? Desert. Hamısı bir yerdə. Burada nədir? Bu deyəsən, bu xəstə yeməkdir deyəsən. Bunu mən yeyə bilərəm. Sup deyədim. Kartoşka. Mən əslində pastanın şeyini xoşlayıram. Nə deyirlər ona? Dilim dolaşdı. Neyse, boş ver. Neysə, getirin. Fikirləşib deyəsə üstünə yazarım. Buradakı artıq bitib nə idisə. Bu isə mənim götürdüklərimdir. Bu isə Aykanın götürdükləridir. Yanımızda da Sənubər xanım var idi. O da eyni şəkildə, bilməm tanıyırsınız yoxsa yox, Instagramda fəaliyyət göstərir. Bu arada otel düz Park Bulvarla üzbəyiz yerləşirdi. Çox rahat bir yerdə idi və qızlarla oturub, deyib, gülərək çox gözəl bir nahar elədik. Və bitdi. İndi isə evə gedirik. Səsim inanılmaz bərbaddır. Bugün çalışdığım qədər heç danışmadan video atmağa çalışmışım. Həqiqətən. Yəni... Amma yaxşı ki gəldim. Maraqlı bir vlog olduğunu düşünürəm. Ümid edirəm ki, bəyənərsiniz. İndi isə taksi ilə qaça-qaça evə getməliyəm.
Bu ayaqqabıları nişanlı olanda qaynatan mənim üçün almışdı. Çox rahat və çox gözəl ayaqqabılardı. Bugün bunları geyinmişəm. İndi isə tək istədiyim evə çatıb uzanmaqdır. Çünki dəhşət dərəcədə yorulmuşam. Bugün Səbuy evdədir. Mən də biraz yatdım, dincəldim. İndi isə gəlin birlikdə qoyulan hədiyyələrə baxaq. Mən də bu vlogu tamamlamaq istəyirəm. Deməli, içərisində belə gel təmizləyici qoymuşdular. Bunu mən istifadə edirəm, çox bəyənirəm. Keratin şampununu istifadə eləməmişəm bu markanın. Belə orada tədbirdə söhbəti keçən anti-aging serumdan da qoymuşdular və bir ədəd də bədən spreyi. Qızlar, artıq Instagramda paylaşmışam, amma burada da göstərmək istəyirəm ki, 7 nəfərə planşet hədiyyə olundu. Onlardan biri də mən idim. Təbii ki də çox sevindim, çünki mən planşet çox istəyirdim və tam üstünə düşdü. Instagramdan o qədər gözəl rəylər aldım ki, bütün xoş diləklərinizə görə çox sağ olun. Çox sağ olun ki, mənim qədər bu qədər mənim nailiyyətlərimə sevinirsiniz. Mənim istədiyim bir şeyi mən alanda ən az mənim qədər sevinirsiniz. Çox təşəkkür edirəm. Planşetlər isə Huawei markasının planşeti idi. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun qızlar. Evə gəldikdən sonra çox da bir şey çəkə bilmədim. Ümid edirəm ki, bu vlogumu bəyəndiniz. Əgər bəyəndinizsə kanala abunə olmağı unutmayın. Sizi çox sevirəm. Başqa videolarda görüşənədək.